Herkese salam dostlar. Bugün sizi 11-ci dərsimizdən salamlayıram. Bu dərsdə sizə qrafikin içində olan bug'dan danışmaq istəyirəm. Hansı ki, secret confirmationlardan danışmaq istəyirəm. Amma bir dənəsindən danışmaq istəyirəm. Belə şeylər çox var, amma birini izah edəcəm bu dərs. Onu da izah eləməyə əsas məqsədim odur ki, axırıncı dəfə bu qrafikdə bunun 100% win rate olduğunu deyəndə aranızdan biri dedi ki, professional traderin 100% win rate haqqında danışmağı nə qədər düzgün ola bilər, nə qədər doğrudur. İndi mən buna cavab vermək istəyirəm. Əgər bir professional trader 100% win rate haqqında danışırsa, ya çox güclü manipulyatordur, ya da həqiqətən də çox professionaldır. İndi isə gəlin belə eləyək. Keçək dərsimizə. Sizə izah elədiklərimi tam başa düşün, qavrayın və ondan sonra qrafikdə 100 il əvvələ gedin və bu günə qədər baxın. Harda işləməyibsə, saatını, dəqiqəsini mənə deyərsiniz. Kommentdə baxarıq. Gəlin qrafikə keçid eləyək indi isə dostlar. Deməli, mən sizə izah eləmək istəyirəm. Birinci nəyi? Mən bunu indiyə qədər sizin aralarınızdan bəzilərinizə chat üzərində izah eləmişəm. Məsələn, müəyyən bunu görəndə izah eləmişəm ki, burada məsələn Morningstar var, çıxış eləyin, yəni burada Evening Star var, giriş eləyin. İndi isə sizə onu burada qrafik üzərində izah eləyəcəm ki, bu sizin ömürlük yaddaşınıza həkk olunacaq və ağır skalplar edərək, yəni əgər ağır skalp edən birisinizsə, bu strategiyadan istifadə eləyərək profitlər eləməyiniz qaçınılmazdır. Morningstar nədir? 2-15 dəqiqəlikdən 2-15 dəqiqəlik yaşıl şam. Evening Star nədir? 2-15 dəqiqəlik qırmızı şam. İndi biz bunu necə istifadə eləməliyik qrafikdə və həmin o bug'ı nədir? Biz onu necə istifadə eləməliyik ki, biz onlardan profit eləyə bilək. Bunu indi birinci qoyuram 1 saatlığa və qrafiki çəkirəm heç bilmədiyim bir yerə. Heç görmədiyim, bilmədiyim bir yerə çəkirəm və biz buradan davam eləyəcəyik ki, görək burada nələr baş verir, sizə hər birini şərh eləyəcəm. Deməli, indi isə keçirik 15 dəqiqəlik time frame əlbəttə ki, çünki biz bunu 15 dəqiqəlik time frame-də tapacağıq ki, zonalar biraz balaca olsun və biz də istədiyimiz kimi girişlər eləyə bilək. Baxın, indi burada nələr baş verir? İndi sizə baxın, hardan başlayırsa oradan sizə şərh eləyəcəm. Gördüyünüz kimi qalxış olub, qalxış olandan sonra 2 dənə qırmızı, yaşıl şam əmələ gəlib. Deməli nədir bu? Evening Star'dır. Bizim üçün stop loss hara olacaq? Stop loss olacaq 99. Yox, 99 şamın bitdiyi yerdir. Ora haradsa, oradan 20 pips yuxarı bizim üçün stop loss nöqtəsi olur. TP nöqtəsi isə bu həmən qırmızı şamın bitdiyi yer haradırsa, ondan 20 pips aşağı. Məsələn, 94 isə 92 bu demək olar profitdir. Bu demək olar TP olub. Çünki 93-ü görüb, ola bilər ki, davamında daha da düşər. Gördüyünüz kimi o stop loss eləmədən həmən oradan 20 pips yenə aşağı düşdü və ondan sonra yenə Evening Star yaratdı. Evening Star yaradandan sonra yenə də aşağı düşdü. İndi isə gəlin yaxşı növbəti nöqtələrə baxaq. Baxın, bunun axırı nədir? Burada da görürsünüz, böyük düşüşdən sonra gəldi. 73 bizim üçün şamın bitdiyi yerdir. 71 bizim üçün stop loss nöqtəsidir. TP bizim üçün yox, 84 bizim üçün giriş nöqtəsidir. 86 isə bizim üçün TP nöqtəsidir. Baxın, indi burada 86-nı vuracaq. Gördüyünüz kimi, baxın 86 TP-ni iynələdi, düşməyə davam elədi. İndi ola bilər burada daha da davam eləsin. Okey, qalxış davam eləyəcək. İndi biz burada necə istifadə eləyəcəyik? Bunu məsələ ondadır. Mən sizə bunu izah eləmək istəyirəm ki, bu bizim üçün buy nöqtəsidir. Qırmızı şamlar isə bizim üçün sell nöqtəsidir. Baxın. İndi əgər buradakı yaşıl şam yaranırsa, bizim üçün burada zona nədir? Baxın, bizim üçün burada zona. Fikirləşməyin ki, bu nə deməkdir? Sən yəni baxanda məntiqsiz gəlir də. Təsəvvür elə 20 pips stop loss üçün, 20 pips TP üçün, 20 pips TP üçün sən elə bil ki 120 pipsi stop lossu riskə atırsan. Elə bil ki 2 manat qazanmaqdan ötürü 12 manat ziyan edirsən. Bu hansı məntiqə sıxışır? Belə bir şey varmı? Amma bu scalpdır. Scalpda sən risk reward ratioya baxmalı deyilsən. Məsələn, risk reward ratio burada ola bilər, məsələn 3-ün 1-ə, 4-ün 1-ə, 5-in 1-ə. Burada elə söhbət yoxdur. Burada söhbət nədir? Sən sadəcə 1 dəqiqəlik şamlarla başlayırsan scalp eləməyə. Baxın, bu zona səncə, bu qırmızı zona var ha. Bu qırmızı zona bitənə qədər sən burada artan şəkildə baylar eləyə bilərsən ki, o gəlsin səni yuxarı qaldırsın. Baxın, bu dediyim 15 dəqiqəlik temada, bu
Bu sizə nə söz verir? Sizə nəyin qarantiyasını verir? Bu sizə garantiya verir ki, bax 71 mənə şamımın bağladığı yerdir. Yox, 73 mənə şamımın bağladığı yerdir. 71 isə stop loss nöqtəmdir. 84 mənim yaşıl şam bağladığım yerdir. 86 isə mənim üçün tepe nöqtəmdir. Bu indi sizə deyir ki, mən sənə garantiya verirəm ki, 73-ü görmədən mən birinci 86-nı görəcəm. Sən önce bu bilgini düzgün istifadə eləyərək buradan önce profit çıxartmalısan. İndi fikirləşməlisən. Atırsan bunu 1 dəqiqəliyə. 1 dəqiqəliyə atandan sonra bax sənin üçün burada tema nədir? Bax gələcək buralara, buralardan giriş eləyəsən, hop gəlib yenə burada səni tepe eləyəcək. Sən önce burada tepe olanda nə edəcəksən? Burada yuxarıda açdığın bütün əməliyyatlar bağlanacaq, amma sırf ən aşağıda açdıqların nədirsə, onu break-even saxlayacaqsan. Baxın ki, indi baxaq görək. Birinci 71-i görmədən həqiqətən də 86-nı görəcəkmi? Hoppa, baxın belə. Gördüyünüz kimi baxın gəldi hətta 91-ə qədər. Sən buralarda açdığın əməliyyatlar hər biri buralara qalxanda, məsələn, o TP deyilir, garanti verirəm ki, 86-nı görəcəm. 86-nı görəndə o pis nöqtələrə bağlıysan, yaxşı nöqtələrdə atırsan break-even'a. Gör sənə 77-də açdığın əməliyyat 92-yə qədər gəlir. İndi sən mənə de görüm, sən burada 20 pipsi 120 pipsə görə mi risk elədin, yoxsa 120 pipsi risk elədin, nə bilim 300 pipsə görəmi? Başa düşdünüz nə demək istəyirəm? Yəni açdığınız burada əməliyyatlar ki var, bu əməliyyatlar sizi zaten break-even'da sizə 20 pips profit vermir. 20 pips sadəcə bunun sizə verdiyi garantiyadır ki, mən ora qədər görəcəm. Sən onu istifadə eləyərək bu pis açdığın əməliyyatları bağlayırsan, yaxşı açdığın əməliyyatları isə break-even atırsan və unudursan. Unutduqca da bu sizi profit aparmağa davam eləyir. Nə vaxtda ki profit sizin üçün uyğun olursa, siz o zaman o profiti bağlayırsınız. Ya da ki ən pis ehtimalda gəlib səni zaten profit götürmüsən, ən pis ehtimalda gəlib səni break-even eləyəcək və sən yenə də başa-baş çıxacaqsan. Bax, gördüyünüz kimi nə qədər oynasa da əməliyyat hələ də profitdədir və profit eləməyə davam eləyir. İndi isə gəlin keçək 15 dəqiqəliyə başqa bir setup tapaq. Yəqin ki, nə demək istədiyimi, nə izah eləmək istədiyimi başa düşdünüz. İndi isə gəlin sizinlə başqa setuplar axtaraq tapaq. Deməli, yenə 15 dəqiqəlik time frame-dəyik, gedirik yuxarı. Biz burada nə axtarırıq? 2 dənə əgər 15 dəqiqəlik qırmızı şam gələrsə, biz oradan sell əməliyyatı açacağıq. Baxın, bu birinci qırmızı, bu isə ikinci qırmızı. Prosta burada indi məsələ nədir? Burada məsələ odur ki, zona çox yekədir. Burada zona çox yekədir. Deməli, 4608-dən 4634-ə qədər. Əslində də böyük deyil. Əgər riskimizi düzgün idarə edəcəksə, biz 100% yenə profit eləyəcəyik. Deməli, 4608 deyil, 4606-nı görəcək birinci 100%. 4636-nı görmədən. Okey. Gəl hətta belə də eləyə bilərik. Bir dənə sell atım buradan. Onun take profitini neçədir bu? 4606-ya qoyaq. Biraz 5'e koydum iyi bir. Bunda stop loss'un qoyaq 4638. Amma başa düşün ki, bu yəni 20 pips qazanmaq üçün atdığımız risk deyil də. Baxın burada məsələn aydın rəqəmlərlə göstərir. Təsəvvür edin. İndi burada biraz rəqəm çoxdur. 28 milyon qazansan, itirsən amma 279 milyon. Gör hara buradır. Elə də öldü amma yəni biz elə risk eləmirik. İndi burada nə olacaq? Burada da short position eləyirsən. Short position sənin üçün stop loss'un hara olur? Baxın bu nöqtə. Deməli, bax bura. Giriş nöqtən isə olur, bax bura. Giriş nöqtən isə olur, bax bura. İndi biz burada nə edəcəyik? Biz burada bilirik ki, 4636-nı görmədən biz birinci 4606-nı görəcəyik. Ona görə də nə edirik? Biz bunu atırıq 1 dəqiqəliyə və başlayırıq bu zonanı, bu qırmızı zonanı özümüz üçün sell nöqtəsi kimi belirləməyə. Oraya yuxarılara qalxarsa sellimizi eləyirik. Bilirik ki, həmin o zonanı görmədən bu axıra gəlib bizim take profit hissəmizi görəcək. Yəni biz artıq girmişdiksə 4608-də 4608, 4606-nı görmədən gəlib 4621-lərə qədər qalxdı və biz oradan sellərimizə davam elədik və o da gəldi bizi təzədən bərk düşüş olaraq 4594-ə qədər çatdırdı. Biz nə etdik burada? Qrafiki oxuduq. Hardan oxuduq? Bu iki qırmızı şam bizə xəbər verdi ki, mən düşüş eləyirəm. Və bilirik ki, indi yenə 2 dənə qırmızı 15 dəqiqə şam bağlayıb. İndi yenə də eyni qayda ilə baxın.
Buradan yenə düşüşlər olacaq. Yenə 20 pips kimi düşüş olacaq. 4605, 95, 93 qədər belə. Yenə atıram 1 dəqiqəliyə. Bizim üçün zona nədir? Bizim üçün bu qırmızı zona yenə sell nöqtəsidir. Biz onsuz da buradan profitimiz babat götürmüşük. Götürək hətta 131 milyona bax hələ. Burada indi qırmızı zonadan, baxın buralardan başlayırıq yenə girişlər eləməyə. Qalxdıqca girişlər eləyəcəyik. Baxın buralardan scalpımızı eləyəcəyik. Buralardan belə hop, bu da düşəcək aşağıya qədər. Burada söhbət nədir? Gəlin onu da sizə deyim. Burada söhbət odur ki, bu qiymət deməli 4623-ü görmədən 4593-ü görəcək. Okay. Все. Yəni bu yaşlıları da silək. Çünki bunu bayaq onsuz da sizə izah elədim də nədirsə. Qala qayıtsan. Nəysə qoy qalsın, əlləşməyək. Bunu buradan silirik. Bunu da silirik. Все. İndi nə olacaq? Dediyim kimi 4623 görülmədən birinci 4593 görüləcək. Siz 4593 görülməyənə qədər kontrolu əlinizdə saxlaya bilərsiniz. Və buna görə də düzgün qayda ilə istifadə edə bilərsiniz. Baxın bu qayda ilə. Hoppa, indi nə oldu? Həmən o nöqtəni görmədən gəldi, yuxarı zonalarımızı götürdü. 4616-lara qədər scalpımızı elədiniz, açdınız əməliyyatda, açdınız, qırmızı şamlar gördüyünüz müddətcə. Gəldiniz oraları gördünüz, hop, sonra gəldi, hələ qədər 4580-ə qədər. Nə oldu? Bu scalp əməliyyatından da yenə böyük pipslər götürərək profitlə bağladınız. İndi isə gəlin, okey, davam eləyək. Bu bağlardır uşaqlar, bu qrafikdə olan bağlardır. Bunu market makerlərin belə bundan deyəsən xəbəri yoxdur. Çünki bu hər zaman işləyir. Və mənə görə də 100% win rate var, əgər düzgün istifadə eləsəz. Nəysə, gəlin baxaq görək, biraz aşağı düşsün. Nəsə maraqlı gəlmədi bu zona mənə. Baxaq görək bu nədir. Burada da verdi, morningin də verdi, eveningin də verdi. Bax, burada da gördüyünüz kimi bəlkə qalxışlar oldu. Yenə 2 dənə qırmızı şam, yenə bəlkə düşüş. Sonra gəldi. Gəlin də bir dənə morning star tapaq. Bax, bu birinci yaşıl vermədi. Bax, burada bu düşüşdən sonra axır ki 2 dənə şam gəldi. O 2 dənə şamın da qalxışı yenə 20 pips yuxarısında oldu. Baxaq. Yenə eyni qayda ilə baxırıq. Burada nə olacaq? Burada böyük qalxışdan sonra 2 dənə qırmızı şam gələrsə, biz buradan sell yoxlayacağıq. Baxın, burada gəldi, zonamız da balacadır. Qəşəng girib scalplar eləyə bilərik. Stop lossumuz olacaq 14, 16-da. Çünki burada şam bitir 14-də. Take profitimiz isə olacaq 01 deyil, 4599-da. Okey. Все. Bir dənə də buraxırıq. 99-dan da aşağı atdı. 97-yə qədər atdı. Baxın, 97-yə qədər atanda sizin üçün artıq bu setup bitmiş sayılmalıdır. Nəyə görə? Çünki bu yuxarılara qalxmış olsaydı bizə hələ də ümid verirdi ki, mən düşəcəm. Amma bu bizim o 99-umuzu götürdü de qalxdı deyə. Biz artıq bu əməliyyatdan böyük gözləntimiz olmamalıdır. Çünki kontrolumuzu itiririk. 601-dən 20 pips aşağı bizə profit verdi və qalxdı. Bax, ola bilər davamında düşüş olsun yenə də, amma yəni bizə lazım olan 99 idi. Onu bizə ondan, yəni bu 14-dən qabaq verdi. Dediyim kimi, baxın, 10 verəndən sonra da ola bilər ki, yuxarı qalxsın, onu da götürsün. Biz burada nə etməliydik? Çıxmalıydıq. Çünki 99-dakı bizim take profitimizi vermişdi. İndi isə davam eləyirik. Gəlin bir dənə də uşaqlar, müvəqqəti ara verməli olmuşdum videoya. İndi isə gəlin davam edirəm. İstəmirəm yarıda buraxım. Yenidən replay eləyəcəm başqa bir yerlərə. Tamam bilmədiyim, heç görmədiyim bir yerlərə qoyacağam. Və oradan davam edəcəyik. Qoyuram təzə 15 dəqiqəlik time frame-ə. Və 15 dəqiqəlik time frame-də baxaq görə qiymət hardadır. Lap belə fərqli yerlərə gedib. Deyəsən ATH nöqtələrimizə düşmüşük. Okey, olsun. Bizim üçün heç bir fərqi yoxdur. İndi isə biz burada axtarırıq nə? Bizim üçün
burada böyük qalxış baş verir. Hansı ki gördüyünüz kimi də trenddə elə qalxan trenddir. Əgər qalxan trenddirsə, biz buradan reverse halını axtara bilərik. 2 dənə 15 dəqiqəlik şam axtara bilərik. Deməli, baxırıq buradan bir dənə, indi bu Morningstar verdi, gəldi davamı. İndi isə gəlin baxaq. Görək hardan ki 2 dənə qırmızı şam gələcək, biz oradan giriş edəcəyik. Hələ ki bizə vermir, istədiyimiz Evening Star formasını vermir. Baxın, bu cür forma olanda qətiyyən girmirsiniz. Çünki deməli satıcılar var, amma hələ ki qərarsızdılar, ortada qalıblar. Yəni an məsələsi idi ki, bu yaşıl olsun və bizim üçün o formanı yaratmasın. Ondan da əlavə bu ikinci Evening Star'ın ikinci şamının iynəsi bunun iynəsindən yuxarıdır. Bu valid sayılmır. Yəni buna biz X qoyuruq. Bu bizim üçün hər hansısa bir önəm kəsb eləmir. Biz buna baxmayacağıq. Yəni girmək risklidir uşaqlar. Buna girmirik. Keçirik növbətiyə. Gördüyünüz kimi düzdür. Burada da verməyinə verib, amma yəni də istədiyimiz kimi yəni riskli ola bilərdi. Ehtiyac yoxdur yanına girməyə. İndi isə burada birinci, bura gəldi, iynəni atdı və burada birinci qırmızı şamımız yaratdı. Əgər ikinci qırmızı şamda yaransa, ki yaranmadı, yaransaydı bizim üçün yenə növbəti giriş verə bilərdi. Burada da artıq formalar itib. ATH bazarında biraz olur. Burada verdi, amma yəni mən biraz tələsdim, çox bastım. İstəmirəm ki, bildiyim şeyi göstərim sizə. Yəni bilindi ki, hələ düşdü də. Bu nəyin göstərim sizə. İndi biraz davam eləyək. Gördüyünüz kimi burada da yenə eyni şey işlədi. Yenə qalxış, düşmək. Baxaq, indi burada da nə baş verdi? Böyük düşüşdən sonra 2 dənə yaşıl şam və davamı Morningstar. Gəlin baxaq. Bax, indi çoxlu yaşıl şamlar atıb qalxış olub. Biz indi nə axtarırıq? Evening Star. Yəni 2 dənə 15 dəqiqəlik qırmızı şam. Bu birinci şamımız. Bu ikinci şamımızdır. Okey. İndi bizim üçün zona yarandı burada. Deməli, burada gəlirik. Bu şamın üstünü işarələyirik. Eləyir 5103. 5103'ü işarələdikdən sonra 5105'i də qoyuruq stop lossumuzu. Və bu bizə indi garanti verir ki, bu bizə burada 4587'dir. Bu bizə garanti verir ki, mən 85'i görəcəm. Mən 85'i görəcəm 105'dən qabaq. Yəni 105'i görmədən qabaq mən birinci 85 görəcəm. Bunu demək istəyir. Gəlin indi bir dənə də buraxıram. Hoppa, 85 yox, hətta bizim üçün 80'ə qədər düşüb. Yəni bizim tepemizi qat-qat artırlaması ilə veribdir. Amma nə olsun, fərqi yoxdur. Bu 85'ə çatanda biz pilot rejiminə keçməliyik. Yəni əməliyyatlarımızın stop lossunu giriş nöqtəsinə qoyub, müəyyən qədərini bağlayıb, giriş nöqtəmizi stop loss nöqtəmizi giriş nöqtəmizə qoyub gözləməliyik. Əgər düşərməyə davam edərsə, okey, nə gözəl, yox əgər qaydarsa da ki, break even. Hələ də win rate'imizi qoruyuruq. 100%lik win rate'imiz hələ də davam edir. Okey. İndi isə gəlin davam eləyək. Görək burada nələr baş verəcək. Görün, bu qədər güclüdür ki, düşməyə davam edir hələ də. İndi bu yenə bizim üçün Evening Star yaratdı. Prosto burada forma biraz fərqlidir. Məsələn, görürsünüz, bu düşüşdən sonra yaranan düşüşdür deyə. Bir dənə ortada yaşıl şam var da. Buradan girmək o deyil, amma yəni bu belə bizə müəyyən siqnal verə bilər ki, mən 81'əm, 79'u görə bilərəm. Hansı ki 94'dən 94 yox da, elə bir ki 96'nı görmədən mən birinci 79'u görəcəm deyir. Basırıq. Hoppa, yenə gördüyünüz kimi biz 79'umuzu gördü. Bu şəkildə dostlar, yəni aqressiv scalp eləyirsinizsə, bu qaydaları istifadə edərək gün ərzində bazardan istədiyiniz qədər pulu götürə bilərsiniz. Burada sadəcə istifadə, yəni lazım olan sizə, yəni lazım olan nədir? Bu məsələyə %100 inanmaq və axıra qədər möhkəm dayanmaq. Əgər bunu eləsəniz, siz heç bir setupdan ziyandan çıxmayacaqsınız. Belə, bir də az gözlə eləmək lazım deyil. Gördünüz ki, 79 düşdü. Ay, biraz da düşəcək, nə, belə elə mənasızdır da dostlar. Yəni uzatmanın adı yoxdur. Okey, 76'ya qədər də düşüb ola bilər. Gəlib burada, hətta buraları da götürüb sizin üçün 76'ya yenə də 100 pips də verib buradan. Amma yəni bunun davamına getmə də, gözlə. Gözləyirsən, burada da yenə gəlir, yenə Morningstar yaradır, qalxışı, davamı yenə qalxışdır. Bıraxaq biraz bir dənə qəşəng forma yaratsın. Hoppa. Qəşəng oldu. İndi isə burada nə baş verir? Burada baş verir böyük qalxış. Bu yenə dediyim kimi, bu şam əgər gövdəsizdirsə, belə zəifdirsə, bu belə formalardan qaçın. Amma indi əgər burada hardasa ikinci 15 dəqiqəlik şam verərsə yenə,
Hoppa verdi və biz burada bundan giriş eləyə bilərik. Amma əgər burada bu iynə, bu 15 dəqiqəlik iynəsi, bu qırmızı şamın 15 dəqiqəlik iynəsi artıq özündən qabaqki yaşılı sındırıbsa, yuxarısına keçibsə, bu işə bizim üçün təhlükəlidir. Deməli nə edirik? Burada da biraz ehtiyatımızı qorumalıyıq. Amma ümid edirəm, yəni adətən belə hallarda belə düşməyə davam edir. Gördüyünüz kimi düşür. Baxın belə bu qaydada. Hətta görərə qədər düşdü. 70-dən 59-a qədər. Amma yenə də mən olsaydım burada çox risk eləməzdim. Davam eləyək. Mən yorulmuram uşaqlar. Mən həmin bu məsələni səhərə qədər, indi qiymət 5170-də 4000-ə qədər düşüb də indi 4000-ə qədər davam eləyərəm, amma heç birində də stop olmaram da, yəni. Çünki bu məsələnin win rate dediyim kimi çox yüksəkdir. 100 dollar, 100% deyib qıcıq yaratmaq istəmirəm, amma yəni siz beyninizdə onu 100% kimi bilib rahatlıqla, yəni treydinizi eləyib, amma sadəcə dediyim kimi də düzgün format tutmaq şərti ilə. Rahat biraz qalxsın, yenə qəşəng uzun yaşıl şamlar atdı. Bizə indi nə lazımdır? 2 dənə qırmızı şam ki, bizi qaytarsın dala. ATH bazarındayam bu dəqiqə hal-hazırda, yəni qiymət ancaq rekord qıra-qıra gedir. Orada belə yəni tuturam da evening starları. Baxın, bizim üçün qəşəng forma yarandı indi. Bizim üçün nə oldu? Deməli, bax burada 5247 yaşıl şamın iynəsidir və burada biz qoyuruq bunu da 49-a. Sonra isə giriş nöqtəmiz olacaq 233. Tepe nöqtəmiz olacaq 31. Okey. İndi nə edirik? Yəni buradan nə girəcəkdik? Sel girəcəkdik. Bizim üçün sel nöqtələri aralardır. Baxın buraların hamısı bizim üçün seldir. Haradakı qırmızı şam, bir dəqiqəlik qırmızı şam görəcəyik, giriş edəcəyik. Çünki həmən bizim burada gördüyümüz bir dəqiqəlik şamlar bizi 249-u göstərmədən birinci 230-u göstərəsidir. 30 yox 31-i də indi burada biraz ola bilər bir qəpik söhbət olur. Ay salva belə. İndi isə gəlin davam edelim. Baxın bir dənə görə nə olacaq. Bax. Gəldi. Yuxarılara qədər qalxıb 44-ə qədər. Hop, oradan düşüb bizim tepemizi 231-i görüb. Deməli nəymiş? Bizim dediyimiz məsələ düzüymüş. Yəni bu bizim üçün qrafikdə olan böyük bir baqdır. Eyni qaydada təzədən baxırıq görək. Bu indi qırıb duran gedəcək. İndi yenə gözləyirik ikinci qırmızı şam. Prosta ki, ATH bazarında da selə biraz dirəşmək də o deyil. Belə bazarda çalışıb həmişə Morningstar-a girmək lazımdır. Prosta indi mən dərsdə sizə ən çətin tərəfini göstərməyə çalışıram. İndi burada nə baş verib? Burada baş verib ki, yəni bu köhnə şəkilləri silək. Burada elə bil ki, böyük qalxışdan sonra böyük bir rejection alıb düşüb də aşağı. Ondan sonra bir dənə təzədən qalxış olub və həmən bu qırmızı şam gəlib özündən qabaqki yaşlı üstələyib iynəsi. Görürsünüz? Bu bizim üçün təhlükəlidir, girmirik. Burada da verdi, amma yəni yenə də o təhlükədən qaçırıq. Bax, buraxıram. İndi biz burada nə axtarırıq? Yenə də eyni qayda ilə görək burada. Qırmızı şam gəldimi? Gəldi. İkinci şam qırmızıdırmı? Deyil. Bizim üçün hər hansısa bir structure yaranmadı. İndi burada nə yarandı? Morningstar mı yarandı? Yox, yaranmadı. Nəyə görə? Çünki bu şamın iynəsi özündən qabaqçı şamın da iynəsini üstələyib. Hətta o birisinin də bərabər fasonunda, yəni bərabər az qalıb ki, onu da qırsın. Bu da təhlükəlidir, amma baxaq görək davamı nə olur. Burada da Morningstar çox güclü oldu, uçdu göyə. Baxın, indi isə davam edirik yenə də. Bu ATH bazarında mənə kim saldı belə? ATH bazarında yəni çalışıb Morningstar axtarıb tapmaq lazımdır həmişə. Təsəvvürün ATH bazarında sizə sell scalp'ı izah edirəm də, belə bir şey yox. Deməli, burada da zona lap çoxdur, amma 5601, yəni buna girmək məsləhət deyil, çünki zona çox yekədir. Siz yəni təsəvvür edin, burada bizim üçün giriş olacaq bura 4595, TP olacaq 4593, belə. Stop lossumuz ise olacaq 603. Yəni bura girmək məntiqsizdir də, mənasızdır. Çünki zona da böyükdür ki, təsəvvür edin, siz bu biliyorsun, yəni bu sizi qrafikdə daha çox saxlayar da, yəni çox vaxtınızı aparar. Yəni bir dənə elə belə maraq üçün baxaq görək nə olur. Yenə təpə eləyir, sonra qalxmağa davam edir. Yəni təpədən də çox eləyirik. Görün, məsələn 92 görməliydik, 45 gördük. Yəni bu volatil bazardır hal-hazırda. Volatil bazarda da biraz ehtiyatlı olmaq lazımdır. Xüsusən də əgər balansın azdırsa, balansın az olanda heç vaxt volatil bazarda əməliyyat açmamağa çalışmalısan. Çünki volatil bazar çox dalğalı bazar sayılır və hələ dalğalı bazar. Sənin də balansın sənin boyundur. Əgər sənin boyun
o dalğalı dənizə dözə bilməyəcəksə sən batacaqsan. Ona görə də ehtiyac yoxdur da elə yəni batmağa. Gözləyirik, baxırıq görək hara ki volatil deyil, oradan davam edəcəyik. İndi isə keçirik burada yavaş-yavaş azalır. Baxaq görək. İkinci bizə qırmızı verirmi? Verdi. Baxın bizim üçün qəşəng forma yarandı burada. Deməli 4595 bizim üçün şamın bitdiyi yerdir. 97 bizim üçün stop loss nöqtəsidir və burada da 4560 qırmızı şamın bitdiyi yerdir və 4558 isə bizim üçün olacaq tepe nöqtəsi. Okay. Biraz 60'a qoydum. Bu tutuzdurma olmur. Bir saniyə. 58 olsun belə. İndi isə gəlin baxın. İndi burada bizə nə deyir qrafik? Bizə qrafik deyir ki, mən 97-ni görmədən öncə 5557-ni görəcəm. Yox, 61 isə giriş 59 görəcəm deyir. Gəlin bunda qalır 59-a. Okay. İndi isə bir dənə belə digər 15 dəqiqəlik şamı buraxıram. Gördüyünüz kimi gəlib qalxıb 74-lərə qədər. 74-dən sonra düşüb bura. Amma hələ də 59-u görməyib. Bir dənə də basırıq. Hoppa, gördüyünüz kimi bu neynədir? Gəldi 74-ə qədər olan əməliyyatlarımızı açdım. Və açandan sonra gəldi 5541-ə qədər düşdü. Dediyim kimi uşaqlar, bunu qrafikin hansı nöqtəsinə qədər deyirsə deyin, eləyim. Yəni yenə də setup tapacağım. Məsələn, bu dəqiqə sizin üçün belə bir şey eləmək istəyirəm. Baxın, burada 2 dəqiqə 11 saniyədir. Bu da hərəkət edir, davam edir. İndi bu 25 saniyə, bu 20-ci saniyədə olanda mən qrafiki burada saxlayacağam və davam edəcəm. Hoppa, vəsə. İndi baxaq görək burada nələr baş verir. Burada evening star yaradıb düşməyə davam edib, amma yenə dediyim kimi burada iynə bunun üstündə olsaydı da yenə də girməyəcəkdim. Yəni davam edək, görək nələr baş verir. Təzə buradan axtarırıq, təzə evening star axtarırıq, təzə evening star axtarırıq. Gözləyirik. Bu birinci şamımız. Bu ikinci şamımız. Okay. Gəlirik buradan stop 4733 deyil. 4733-ə xəttimizi atırıq. 35 bizim üçün olacaq stop loss nöqtəsi. Yəni belə eləyək. Onu çəkək aşağı. Okay. Bizim üçün indi giriş arada 4673. O zona çox böyükdür. Burada da zona çox böyükdür. Amma yəni ən azından qrafiki oxuyacaqsınız ki, nələr baş verəcək. 73-dən 71-ə qədər düşməyi qaçınılmazdır. Gəlin baxaq. Hoppa. Play basmamalıydım. Bir daha belə eləməliydim. Görməliydiniz. Baxın, görürsünüz. Burada da gəlib imenli 73 demişdi. 71 demişdim. 71 yox. Hətta 57-yə qədər düşüb və oradan qalxmağa davam edir. Burada da gəlib Morning Pro zona böyüdür də indi. Amma yenə də burada profit yaradıb. Əgər bunu biz 1 dəqiqəlik, biz zaten 15 dəqiqə ilə scalp eləmirik. 1 dəqiqəliyə baxıb scalp edəcəyik. Burada setup tapdıq. 1 dəqiqəliyə qoyuruq. 1 dəqiqəliyə qoyandan sonra bizə nədir məsələ? Deməli 35-i görmədən 71-i görməlidir. 1 dəqiqəlikdəyik. Hoppa, elə ilk dəfədən, elə ilk momentdən birbaşa tepesini eləyib, sonradan qalxmağa davam edib belə. Okay, mən yorulmuram. Gəlin yenə davam edək. Uşaqlar, bu çox böyük sirdir. Bu çox böyük sirdir sizin üçün açıram və ümid edirəm ki, sonunda bunu dəyərləndirəcəksiniz. Mən bu əməliyyatlarla indiyə qədər çox əməliyyatlar açmışam. Balansımı demək olar belə şeylərlə böyütmüşəm, amma fərqli strategiyalar üzərinə gəlib deyə mənim üçün. Mən artıq buna yox, yəni daha belə balaca zonadan daha yaxşı şeylər tutmağa çalışıram. Məsələn, görək burada nələr var başqa. Baxın, burada böyük düşüşdən sonra nə yarandı? Morning Star yarandı. Morning Star. Buradan gəlir şamı. Seçili 69 bizim üçün şamın bitdiyi yerdir. 67 isə bizim üçün stop loss nöqtəsidir. Giriş nöqtəmiz 26-dır. Və 28 isə bizim üçün tepe nöqtəsidir. Deməli, bu iki şam bizə deyir ki, mən 28-i görmədən 67-ni görməyəcəm. Bıraxıram bir dənə də şam. Gördüyünüz kimi gəlib, baxın, 79-ları görüb, ondan sonra gəlib, hətta 28-də görüb. Əgər istəyirsə, bir dəqiqəlikdə də baxmaq olar ki, bu necə hərəkət eləmişdir. Atıram bir dəqiqəliyə. Bizdə 26 idi da, yoxsa tepe haraydı bizdə? 26 çay 28-i görməliyik də biz. Elə bir dəqiqəlikdə belə, yəni ilk dəfədən zaten 28-i görüb bu.
38 görüb, hətta 25 nədir? 1 dəqiqə bu prost gibi nəsə xəbər zad olub yəqin. 1 dəqiqənin içində 38 görüb. Təzə yenə keçirəm 15 dəqiqəliyə. Mən yorulmuram, səhərə qədər eləyərəm bunu uşaqlar. Siz də yorulmayın. Baxmaqdan yorulmamalısınız. Okay. Davam buranı keçək. Deməli, burada nələr baş verir? Nələr baş verir burada? Evening Star'da təzən yenə verdi. Təzən gəlir yenə. Buradan baxaq, hə, vəsə. İndi davam eləsin. Bunlar bir-bir demək lazım, çünki çox sürətli gedir. Baxın, burada əgər ikinci qırmızı şam olsa çox superdir. Bax, bu mənim üçün qəşəng setup. Deməli, 4856 şamın bitdiyi yerdir. 58 mənim üçün stop loss nöqtəsidir. Nəsə də bildiniz də bu 58-ə qoyaq. 56, 58, okey. Və deməli, bizim üçün giriş nöqtəsi haradır? 4841 giriş nöqtəsidir. Və bizim üçün 4839 isə bizim üçün tepe nöqtəsidir. Mən sizə deyirəm ki, bu qiymət hal-hazırda 41-dədir. Bu 41-dəki qiymət 58-i görmədən 39 görəcək. Gəlin baxaq. 1 dəqiqəliyə qoyuram bu səfər və buraxıram. Hoppa, bu qədər. Gördüyünüz kimi sniper entry də verir bəzən. Dostlar, səhərə qədər dayanmadan qəpiyə qəpi, şama şam nə qədər desəz qrafiki sizin üçün oxuyaram. Aşağı, yuxarı, aşağı, yuxarı. Və təkcə bunu bilməyiniz, bu Morningstar, Evening Star'ın masteri olmağınız sizi, bu stratejiyanın masteri olmağı sizi çox böyük bir profitable eləyəcək. İndi siz deyin, girin qrafikə, bu 15 dəqiqə, mən indi 15 dəqiqə, indi bu tema haqqında müəyyən şeylər sizə bildirəcəm. Bu tema hansı qrafik time frame'lərdə işləyir ancaq? 15 dəqiqəlikdə işləyir, 1 saatlıqda da işləyir. Ancaq 1 saatlıqlarda zona biraz lap böyük olur, o biraz təhlükəlidir. Yəni bəzən ola bilər ki, sizi çox gözlətdirə bilər, sizi incidə bilər və s. Və bir günlükdə işləyə bilər. Yəni 1 saatlıqda baxaq görək, harda işləyib, harda işləməyib. Məsələn, deyək ki, qiymət burada güclü qalxıb, güclü qalxandan sonra, baxın burada gəlib bir dənə qırmızı şam atıb, ikinci yenə qırmızı şamdır və üçüncü yenə gördüyünüz kimi stop eləmədən düşüb. Sonra gəlib aşağıya, məsələn burada gördüyünüz kimi, məsələn yaşıl böyük düşüşdən sonra yaşıl şam açıb, sonra ikinci yaşıl şam açıb, sonra gördüyünüz kimi gəlib qırmızıya qədər düşüb, amma sizin stop eləmədən yenə də to the moon qalxıb göyə raketlənib. Eyni qayda ilə çəkirəm yenə də bura. Məsələn, baxın, burada da yenə 1 saatlıqdayıq, yenə qalxış olub. Bunu saymıram, çünki iynəsi öbürsündən yuxarıdadır. Bunu da saymıram, iynəsi öbürsündən yuxarıdadır. Bunu sayıram, çünki qalxışdan sonra gəlib. Burada da əslində yox, bu iynə biraz təhlükəlidir. Çox bərabərdir. Bu biraz bundan aşağısında olanda daha yaxşı confirmation. Amma baxmayaraq ki, elədir. Gördüyünüz kimi hara qədər düşüb. Eyni qayda ilə burada da gördüyünüz kimi, baxın, bu əsl Morningstar. Gəlib bura düşüb, ikinci şamını burada eləyib, buraları görmədən to the moon. Belə. Bu 1 saatlığındır. İndi isə keçəm daily'yə. Daily'də də işləyir, amma daily'də zona lap çox, yəni şey olur da, yekə olur. Məsələn, burada da görürsünüz, gəlib 2 dənə qırmızı şam atıb, qırmızı şam atandan sonra düşüş davam edir. Sonra gəlib bura, burada gəlin baxın, lap biraz arxadan çəkim sizə göstərim. Gəlib qalxıb, burada 2 dənə şam atıb, yenə düşüş davam edir. Sonra gəlib qalxıb, yenə 2 dənə şam atıb, yenə düşüş davam edir. Prost ki, bir günlükdə də daha 20 pips sıxmazsan da, yəqin ki. Sadəcə bazarı görməyiniz üçün yaxşıdır da, yəni belə. Bir günlüyə çox işləməyin, bir günlüyə girməyin, çünki bəzən belə qəpləndir. Görürsünüz, bura qəpdir. Əgər burada qəp teması olmasaydı, bu normal belə burada profit verə bilərdi. İndi sən buna ümiddə olub günlük time frame-də girsəydin, qəpdə itirəcəydin. Ona görə mənasızdır. Daily'yə çalışın, baxmayın. Sadəcə daily'yə ümumi baxa bilərsiniz. Burada məsələn 2 dənə qırmızı şam varsa, burada 2 dənə qırmızı şam varsa, davamı düşüş ola bilər. 2 dənə qırmızı şam varsa, davamı düşüş ola bilər. Çalışın hər zaman 15 dəqiqə eləyin. Mənim üçün ən güvənli time frame bunlar üçün 15-dir, 1-dir və daily time frame-dir. Amma daily time frame məsləhət görmürəm. 15 və 1 saatlığa baxaraq qrafiki oxuya bilərsiniz. İndi isə bu gördüklərinizi
tam başa düşdükdən sonra gedin öz qrafikinizə TradingView olsun, MetaTrader olsun, fərq eləmir. İstənilən yerdə bu öyrətdiyimi axtarın, baxın. Görün dediyim həqiqətən də işləyirmi? Əgər həqiqətən də hamısı işləyirsə, heç bir dənəsi olsa belə işlənməzlik eləməyibsə, o zaman gəlin komment yazın və bu sualıma cavab verin. Sizcə mən güclü manipulyatoram, yoxsa